Hər vaxtınız xeyir olsun kanalımızın dəyərli izləyiciləri. Mən sizin Rövşənə müəlliməniz. Sizlər üçün faydalı izahlar verməyə davam edirəm. Əvvəla qeyd edim ki, bu gün də mən sizə yanlış bildiyiniz doğrular başlığı altında bir izah verəcəm. Nədir bu yanlış bildiyiniz doğru? Söhbət o, bu əvəzliklərindən gedir və o, bu əvəzliklərdən sonra vergül işarəsinin qoyulmasından gedir. Hamınızın bildiyi belə bir qayda var ki, o, bu əvəzliyi ismi əvəz eləyərsə, cümlənin mübtədası rolunda çıxış eləyərsə, bu zaman onlardan sonra köməkçi nitq hissələrindən modal sözlər və nida gələrsə, vergül qoyulmalıdır. Əslində qayda belədir ki, o, bu əvəzliyindən sonra köməkçi nitq hissəsi gələrsə, vergül qoyulmaz. Amma modal sözlər və nida gələrsə, vergül qoyulmalıdır. Amma burada nəzərdən qaçırdığınız bir məsələ var. Nə məsələdir? Gəlin ekranda yazdığım cümlələrə baxaq. Birinci cümlədə yazmışam ki, o sanki yuxulu idi. İkinci cümlədə o sanki yuxulu idi. Birinci cümlədə o'dan sonra vergül qoymamışam, ikincidə qoymuşam. Hansı doğrudur? Bir çoxunuz deyəcəksiniz ki, ikinci versiya doğrudur. Çünki sanki modal sözdür və o'dan sonra sanki modal sözü gələrsə, mən vergül qoya bilərəm. Burada o ism əvəz edib cümlənin mübtədasıdır. Xeyr dostum, bu yanlışdır. İndi baxırıq ikinci cümləyə. Bu elə bir göstərilmişdir. Yenə bu elə bir göstərilmişdir. Birində bu'dan sonra vergül var, birində yoxdur. Hansı doğrudur? Yenə də böyük əksəriyyətiniz deyəcəksiniz ki, 2 doğrudur. Çünki elə bir modal sözdür. Bu burada ismi əvəz eləyib, cümlənin mübtədası rolundadır. Biz mütləq vergül qoymalıyıq. Xeyr dostum, bu da yanlışdır. Baxırıq indi növbəti cümlələrə. O, güya xəbərsiz idi. Yenə həmin məzmunda cümlə, fərq ondan ibarətdir ki, birində o'dan sonra vergül qoymuşam, digərində o'dan sonra vergül qoymamışam. Hansı doğrudur? Yenə bir çoxunuz deyəcəksiniz ki, ikinci. Çünki güya modal sözdür və mübtəda vəzifəsində çıxış eləmiş o'dan sonra modal söz gələrsə vergül qoyulmalıdır. Xeyr dostum, bu da yanlışdır. O, bu əvəzliyi ismi əvəz eləyərsə, cümlənin mübtədası rolunda çıxış eləyərsə, onlardan sonra gələn hər modal sözdən öncə vergül qoyulmaz. Burada doğru versiya o sanki yuxulu idi. Vergülsüz versiyadır. Niyə? Çünki sanki modal sözündən əvvəl və sonra vergül qoyulmaz. İkincidə doğru versiya bu elə bil göstərilmişdir. Vergülsüz versiyasıdır. Niyə? Çünki elə bil və elə bil ki modal sözlərindən öncə və sonra vergül qoyulmaz. Üçüncü cütlükdə doğru versiya birinci versiyadır. O güya xəbərsiz idi. Vergülsüz versiyası. Niyə? Çünki güya və güya ki modal sözlərindən öncə və sonra vergül qoyulmaz. Sanki, elə bil ki, güya ki modal sözləri cümlədə özlərindən öncə və sonra vergül tələb eləmirlər. Bu modal sözlər o, bu əvəzliklərindən sonra gələrkən də onlardan öncə vergül qoymuruq.